Ay eviyəsi, ay eviyəsi, kim var? Kasıbam, mənə kömək edin. Yeyinməyə, yeməyə heç nəyim yoxdur. Mənə kömək edin, yalvarıram. Allaha xatir, Allaha xatir məni bu qapıdan əli boş qaytarmayın. Ey peyğəmbərin qızı, icazə verin gedim qapını açım. Ey Fizzə, aç və onu içəri dəvət et. Buyurun, buyurun. Allah Resulünün qızı sizi evə dəvət edir. Buyurun, keçin içəri. Allah sizdən razı olsun. Çox sağ olun. Yalvarıram, mənə kömək edin. Neçə qapıya getdim, məni əli boş qaytardılar. Bu qapıya üz tutdum. Yəqin məni əli boş qaytarmazsınız. Ey Allahın qulu, əgər bu qapıya üz tutmusansa, səni əli boş qaytarmarıq. Çünki Allah kasıblara əl tutan qullarını sevər. Görürəm açsan, susuzsan, əyləş, biraz yemək və biraz su iç. Ey Fizzə, sən bu Allah quluna yemək gətir, su gətir. Mən isə indi gəlirəm. Allah razı olsun. Allah razı olsun. Bilirdim ki məni belə qarşılayacaqsınız. Çünki siz Allah Resulünün qızısınız. Siz nuş edin. Mən indi gəlirəm. Allah razı olsun. İnanın aclıqdan taqətim qalmamışdı. Nuş edin xanım, narahat olmayın. İndi Allah Resulünün qızı gələr. O sizi heç vaxt əli boş qaytarmaz. Hər zaman bu qapıya kimsə gəlsə, heç zaman əli boş qayıtmaz. Çünki bunlar əhl-i beytdir və əhl-i beytdən olanlar heç kəsi əli boş qaytarmazlar. Çox sağ olun. Allah razı olsun. Əgər bu suyu, bu yeməyi yeməsəydim, inanın ki aclıqdan bəlkə də öləcəkdim. Çox sağ olun. Ey Allahın qulu, al bu paltarı sənə verirəm. Məndən qəbul et. Nə gözəl paltardı. Bu çox gözəl və istədiklərimi ödəməyə yetər. Ey Allahın Resulünün qızı, yeməyə və bu gözəl paltara görə sənə minnətdaram. Çox sağ olun, çox sağ olun. Bilirdim ki Rəbbim məni əli boş qaytarmaz. Bilirdim ki bu qapıdan əli boş qayıtmaram. Çox sağ olun. Ey Allahın Resulünün qızı, indi icazə verin gedim. Çünki məni evdə gözləyənlərim var. Gedim bu sevincli xəbəri onlara da çatdırım. Çox sağ olun. Ey Allahın qulu, gedə bilərsiniz. Gedin və hər zaman ehtiyacınız olduğu zaman bu qapıya gələ bilərsiniz. Bu qapı sizin üzünüzə açıqdır. Allah razı olsun. Allah razı olsun. Gedək sizi yola salım. Gedək. Şükür sənə ya Rəbbim. Şükür ki məni əli boş qaytarmadın. Şükür sənə ya Rəbbim, şükürlər olsun. Ya Fatime-i Zəhra, axı o köynəyi sizə atanız Peyğəmbər salavatullah hədiyyə etmişdi.
Niyə onu, ən yaxşı paltarınızı o kasıba verdiniz? Ey Fizzə, xurma lifindən yamaqlı olan o paltarımı o kasıb qadına verə bilməzdim. Çünki Allah Taala Ali İmran surəsi 92-ci ayədə belə buyurub: sevmədiyiniz şeyi xərcləmək yaxşılıq etmək deyil. İstəmədiyiniz, xoşlamadığınız köhnələri kiməsə ehsan etmək düzgün deyil. Hər zaman yaxşı və bəyəndiklərimizdən kasıblara vermək Allah dərgahında bəyənilən əməldir. Çünki Allah hər şeyi görən və eşidəndir. İndi isə ey Fizzə, mən gedim ev işlərini görüm. Sən isə istirahət et. Mən edərəm, narahat olmayın ey Allahın Rəsulunun qızı. Mən sizə kömək etməyi özümə borc bilirəm. Ey Fizzə, ey Fizzə, Allahın elçisi mənə belə buyurub ki, bir gün ev işlərini mən görüm, bir gün isə sən. Dünən sənin növbən idi, bugün isə mənim növbəmdir. Allah sizdən razı olsun. Allah bütün əməli salih qullarından razı olsun.